Bugün ölkənin bir nömrəli blogeri, mənim öz doğma dayım Pərvin Cəfərzadənin doğum günüdür və buradan onu mən tam səmimi qəlblə təbrik edirəm və ad gününü keçirtmək üçün Dəniz Palasa gəldik dostlar. Bütün ailə gəldik Dəniz Palasa. Dəniz Palasa da Lənkəranda seçilən, sayılıb seçilən yerlərdən biridir və ad günü keçirmək üçün özü də buradadır ki. Təbrik edirəm səni. Sağ ol, öpürəm səni. Səxavətli qardaşım, bugün ad günüdür. Nə qədər təbrik yazanlar var, hamısına təşəkkür edirəm. Hüseyndir də, bu günləri məni gətirib, dayısını qonaq eləyib Dəniz Palasa. Təşəkkür edirəm Dəniz Palasının rəhbərliyinə, yüksək səviyyədə də xidmət elədilər. Allah can sağlığı versin, hamımızı burada gözləyir. Yəni dostlar, tədbirlər, ad günlər, nə qədər belə xüsusi günlər ki var, hamısını tam könül rahatlığı ilə Dəniz Palasda qeyd edə bilərsiniz. Bir dənə zəhmət olmasa çəkin, bizim orada indi sayını bilmirəm, bəlkə də 100-200 nəfərlik böyük zalımız var, ondan sonra banketlər var. Yəni tam rahatlıqla öz ad günlərinizi və digər xüsusi günlərinizi Dəniz Palas'a tapışa bilərsiniz. Təşəkkür edirəm.